Salam kanalımın değerli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Bugün bayrama artıq 2 gün qalıb, çərşənbə gündür, axşama hazırlıq görürəm. Evin işlərini artıq demək olar ki bitirmişəm. Belə paltar ütüləyirdim, dedim ki sizlərlə çəkə-çəkə söhbətləşim. Xanımlar, siz necə edirsiniz? Bayram günü ümumiyyətlə bayrama yaxın təmizlik edirsinizmi? Mən bacardığım qədər evi dib köşə təmizlədim. Təəssüf ki, çəkib sizlərlə paylaşa bilmədim. Həm oruc idim, həm də belə çox işim oldu. Çəkməyə ümumiyyətlə vaxt olmadı. Həm biş-düş, həm təmizlik. Bilirsiniz ki, çəkmək, montaj edib paylaşmaq da asan məsələ deyil. Bu arada, əgər izləyirsinizsə mütləq burada videonu saxlayın, like atın, abunə olun və izləməyə davam edin. Xanımlar, mənim yadıma gəlir bundan hardasa 10-15 il əvvəl Novruz bayramına bir neçə gün qalmış. Artıq bütün evlərdə dərindən uborka təmizlik gedirdi. İndi bunu görə bilmirəm. İndi hər kəs bacardığından edir. Yəni evini hər zamanki kimi təmizləyir. Bayrama belə hazırlıq görür. Bacaran bişirir, bacarmayan bişirmir. Ancaq əvvəllər mənə elə gəlir ki, belə deyildi. Yəni mən gördüyümdən deyirəm. Kimsə başqa cür düşünə bilər. Əvvəllər Novruz bayramı kimi xalçalar, palazlar tökülürdü həyətə, yuyulurdu. Yun döşəklər çırpılırdı, yığılırdı. Mütləq Novruz bayramı kimi bu işlər görülməli idi. İndi isə bunu görürəm ki, xanımlarımız yaya saxlayır, yay aylarında etməyə qərar veriblər. Həqiqətən əslində belə yaxşıdır. Çünki görürsünüz ki, hava bir o qədər də isti deyil. Bu havada xalça palaz yumaq və yaxud da yun döşəkləri töküb çırpıb yığmaq asan məsələ deyil. Necə deyim, adam xəstəlik tapar həqiqətən soyuq suyla xalça yuyub və yaxud da belə yun döşək çırpıb. Ancaq yadıma gəlir ki, əvvəllər belə deyildi. Bayrama kimi bütün evin işləri görülürdü. Yoxsa cəmaət adama nə deyərdi? Nə deyərdi deyə insanlar həqiqətən də özlərini çətin vəziyyətə salırlar. Əslində mən indiki vaxtı bəyənirəm. Hər kəs öz bacardığı işi görür, bacardığı kimi ev eşiyini təmizləyir. Əgər ona çətindirsə bir iş, onu sonraya saxlamağı bacarır. Kim nə deməyindən asılı olmayaraq. Məncə belə daha yaxşıdır. Əlbəttə ki, təmizlik imandan da təmizlik lazımdır. Ancaq insanı incitməyəcək qədər. Həm də ki, bu ay oruçluq aydır. Heç kəsə ümumi təmizliyi məsləhət bilmirəm. Oruç tutanlara əsasda ki, belə evi, eşiyi, dib köşə təmizlədik. Məncə belədir. Ehtiyac yoxdur ki, xalça balası tökəsən, neyniyəsən. Belə kənd yerlərində bu biraz da çətindir. Həm həyət işləri, həm torpaq oyanır, həm də ev işləri biraz da çətinləşir. Həm də bayrama biş-düş. Belə mən də bacardığımdan ev eşiyi təmizlədim. Əlbəttə ki, hər şeyi töküb təmizləmədim. Gündəlik ev işləri deyim, yığışdırmaq, silmək, süpürmək, toz almaq, paltarlar, biş-düş, bunlar hələ özləri bir tufan iş edir tək adam üçün. Əlbəttə ki, çox çətin olur. Belə nə isə istədim sizlərlə belə söhbət edim. Xanımlar, siz necə etmişsiniz? Ümumiyyətlə bayrama hazırlaşmışdınızmı? Düzdür, mən bu vlogu biraz geç paylaşdım. Artıq ayın 23-ü inşallah bu vlogu paylaşacağım. Artıq bayramdan ötüb. Sadəcə olaraq mənə maraqlı gəldi. İstədim sizlərə də belə danışa-danışa vlog paylaşım və sizdən də soruşum. Bayrama siz necə etdiniz? Ümumi təmizlik etdinizmi? Bişindi bişirdinizmi? Keçək başqa məsələyə. Ev eşiyi işimi bitirdim. Karqom gəlmişdi. Yoldaşım karqonu gətirdi. Burada xanımlar Temudan aldığım endirim kartı ilə aldığım məhsullardır. Onları sizlərə göstərirəm. İstədim qırağından azcana açın baxım. Təmiz açıldı. Gəlin başlayaq. Görək burada nə var. İlk öncə buradan gördüyünüz kimi mətbəxə aid olan qablardır. Bunları endirimdə götürdüm. Deməli, indi yadımdan çıxıb, ancaq bilirəm ki, endirimdə götürmüşəm. Mütləq videoda qeyd edərəm. Baxın, belə nikkelli qablardır. Bunları mən başqa youtuberlərdə görmüşəm, çox bəyənmişdim. Baxın, burada litrli də yazılıbdır. 600, 1000, 1400 və 1800 milli.
Mən böyük gözləyirdim biraz. Ancaq çox güman ki, açıqlamada necədir elədir. Biraz da böyük olsaydı çox yaxşı olardı. Böyüyünü ayrı götürərəm. Belə bir şeydir. Məncə çox bəyəndim. Çox gözəldir. Əslində mən evdə qızıl rəngi çox sevmirəm. Amma son vaxtlar məsələn qızıl rənglərə aşiqəm. Qızıl rəngdə bir şeylər almağa çalışıram. Necədir qızlar? Məncə mətbəxdə gözəl görünəcək. Əslində mətbəxdə də soyuq tonlardır mənim. Hamısı ağ, mavi. Biraz da isti tonlar qatmağa çalışdım. Burada nə var? Burada masi üçün bunu götürmüşüm. Dırnağını tutmağa. Fischer dırnağını onun evdə tuta bilmirik. İmkan vermir, qoymur, icazə vermir bizə. Bu necə olur bilmirəm. Yəqin adi qayçı kimi. Burası nədir bilmədim. Baxın. İnşallah işe yarayar. Oğlan olduğu için yaşıl renkte götürdüm. Bizim pişiğimiz oğlandı. Baxaq başqa nə var? Görəsən nədir bu? Deməli. Bu mənim endirimdə heç neçəyə aldığım qızlar. Baxın bunun gözəlliyinə, rənginin gözəlliyinə. Şərab renkdə çox gözəldir. Ayaqqabıdır. Baxın necə gözəl rəngi var. Rənginə vuruldum, aldım. Birisini də açım, göstəreyim sizin üçün. Sizcə mən bunu neçəyə almışam? Təsəvvür belə eləməzsiniz ki, belə bir yay üçün pasanuşkanı mən neçəyə götürmüşəm. Bunu deməyəcəm. Sizlər yorumlarda qeyd edin, mən bunu neçəyə almışam xanımlar. Təxmin eləyin görək. Siz yazın, mən dəqiqini yorumlarda qeyd edəcəm. Necədir? Mənim çox xoşuma gəldi bu rəngdə bir çantayla, qara platyanın altına çox gözəl gedər. Dözümlüyünü deyə bilmərəm, dözümlüyü necə olacaq? İstifadə etdikdən sonra bilərəm. Bunu çıxarım. Görünəli bu. Ancaq belə çox gözəldir. Açın. Bunu açıb baxmışam. Düzü sizə göstərim indi. İnşallah uzun müddət istifadə edə bilərəm. Dediyim kimi son vaxtlar nəsə gold bir şeylər bəyənirəm. Əslində mənim tərzim deyil belə qızıl rəngdə. Ancaq bunları bəyəndim. Sevə-sevə götürdüm. Baxın. Necə gözəldilər. Birinin qiymətini, ikisini götürmüşəm. Qiymətini mütləq qeyd edəcəm. Temu endirim kartı ilə almışam. Baxın, əl dəyən kimi yanır. Bunu da yandırdım. Baxın, necə gözəldilər. Очень красивый. 3 fonda yanır. Sarı, belə ağ işıq və belə sarı, ağ qarışıq. Baxın, sarı, ağ qarışıqla ağda fərq var. İndi isə ikisi də eyni oldu. Məncə çox gözəldilər. Batareykalarlandır. Belə zaryadka USB-si də var. İnşallah uzun müddət istifadə edərəm. Gəlin işığı söndürək, baxaq görək qaranlıqda necə görünür. İndi telefonun spiçkası yanlı vəziyyətdədir. Azacıq işıq düşür. Bunu belə çəkeyim, baxaq görək. İndi telefonun spiçkasını söndürürəm. Ay, çox gözəldir. Canlı daha gözəldir. Bunu buradan göstərmək olmur, təəssüf ki, canlı daha mükəmməldir. Bu işığı çox bəyəndim. Ağ işıq daha gözəldir. Fərqə baxın. Belə daha yaxşı görünür xrustalı. Belə endirimdə aldığım məhsullar bu qədər, artıq paketdə heç nə yoxdur. Keçirəm bayram süfrəsi açmağa. Axırıncı çərşənbə günüdür. Bayram süfrəsi açıram. Evdə olandan, bacardığımdan. Allah hər kəsin ruzisini, bərəkətini bol etsin. Allah hər kəsə gözəl bayramlar keçirməyi nəsib etsin inşallah.
Bu Novruz xonçası qabı məndə artıq 4-5 ildir ki, istifadə edirəm. Dedim, bu illərimdə istifadə edib artıq içinin o ayran hissələri zədələnib, onlar elə bir yapışqanla yapışıb, yapışqanlara açılır. Dedim, bu ildə istifadə edim, heyfim gəldi, daha sonra ataram. İnşallah gələn il Novruzda yenisini sifariş edərəm. İndi daha gözəlləri çıxıb. Ancaq bu da pis deyil. Böyükdür, içini doldurmaq biraz çətindir. Eybi yoxdur, doldurarıq. Allah təki ruzi bərəkətimizi bol etsin. Hər kəsin evində hər zaman şənliklər olsun. Hər zaman bayramlara hazırlaşaq. Çərşənbə günü, yəni sonuncu çərşənbə artıq süfrəni hazır etdim. Əlbəttə ki, əlavələrim də oldu. Təəssüf ki, onları çəkə bilmədim. Xanımlar, axşama şah plov hazırlayıram. Belə ət yuyub təmizləyirəm, qoyuram bişməyə. Şah plov hazırlayıram. Qısa formada istədim sizlərlə paylaşım. Artıq əslində belə ayrıca yemək videosu olaraq paylaşmışam. İzləyənlər olub yəqin ki, aranızda, izləməyənlər də mütləq linkini qeyd edəcəm açıqlama qismində, həm bişintilərin, həm də ki, şah plovun reseptinin linkini qeyd edəcəm. Mütləq girib izləyin. Həqiqətən də bişintilərin çox dadlı alınıb. O cümlədən də şah plov möhtəşəm alındı. Bəyənmədiyim bir resepti sizlərlə paylaşmıram. Burada da şəkillərini göstərirəm sizə. İzləmək istəyən xanımlar girib kanalından izləyə bilərsiniz. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.